Axır ki mən bu kommentlərə bir cavab videosu çəkə bildim. Hər zaman kommentlərdə mənə alt dişləriniz üst dişlərinizin rəngindən fərqlidir və yaxud da üst dişləriniz alt dişlərinizdən çox açıqdır ya da alt dişləriniz üst dişlərinizdən çox sarıdır və s. bu tipdə kommentləri alırdım. Amma sonunda həm sizin təkidlərinizlə, həm də öz istəyimlə dişlərimi tam olaraq düzəltdirdim. Aradakı fərqi görməyənlər varsa əvvəlki videolarıma qayıdıb baxa bilər. Bacardığım qədər prosesi çəkməyə çalışmışam, gəlin baxaq. Əvvəlcə müalicəyə ehtiyacı olan dişlər müalicə olundu, daha sonra isə skaner vasitəsilə ölçü götürüldü. Açığı mən indiyə qədər heç yerdə belə dəqiq və müasir texnika ilə qarşılaşmamışdım. Bu skaner vasitəsilə ölçülər tam dəqiqliklə alınır. Dişlərim yolunduqdan sonra mənim müvəqqəti dişlər hazırlandı. Burada isə sizə onları göstərirəm. Demək olar ki, təbii dişlərimdən heç fərqlənmir. Sonda isə artıq vinillərim hazır oldu və onlar dişlərimə taxıldı. Nəticəni çox bəyəndim. Açığı niyə bu qədər ara vermişdim, niyə bu qədər uzun sürədən sonra aşağı dişlərimi düzəltdirmək qərarına gəldim? Çünki yuxarı dişlərim gördüyünüz kimi daha çox açıq rəngdə idi, yəni ağ tonlarda. Bu məni ilk başdan narahat edirdi. Düşünürdüm ki, çox ağdır, çox gözə çarpır və s. elə hiss edirdim. Amma sonra gördüm ki, izləyicilərim o qədər gözəl sözlər yazırlar ki, dişlərimlə bağlı. Dişləriniz çox gözəldir, harda elətdirmisiniz, ya da bu rəng sizə çox yaraşır. Bu tipdə rənglər çox alırdım. Hətta təkcə izləyicilərimdən yox, realda da məni görənlər həmişə deyirlər ki, dişinizin rəngi çox gözəldir, harda elətdirmisiniz, kimə elətdirmisiniz və s. Ona görə qərar verdim ki, mütləq aşağıdakı dişlərimi də üst dişlərim rəngdə eləməliyəm. Hətta deyərdim ki, bir açada qorxurdum ki, nəsə ürəyimcə olmaz, çünki mən çox kaprizliyəm. Deyirdim rəngini bəyənmərəm ya da formasını bəyənmərəm. Ona görə açıq elətdirməkdən biraz çəkinirdim. Amma bilirəm siz də soruşacaqsınız ki, həkiminiz kim olub, harda düzəltdirmisiniz? Mən Diamond Dental Stomatoloji klinikada düzəltdirmişəm və çox razı qaldım. Həqiqətən də çox ürəyimcə oldu. Ona görə də sizə belə ürək rahatlığı ilə tövsiyə edə bilirəm. Əvvəl yazdığınız kommentlərdən kompleksə düşürdüm. Ona görə son zamanlar video çəkmədim. Amma bundan sonra rahatlıqla videoları çəkə bilərəm. Sizin də fikirləriniz mənə çox maraqlıdır. Sizcə necə olub? Rəngi mənə yaraşıbmı, yoxsa yox? Öz fikirlərinizi mütləq aşağıda yazın. Hələlik.